Salam, hər vaxtınız xeyir olsun əziz tələbələr. Mən Samirə Pənahova, Magistrol Tədris Mərkəzinin Nərimanov filialında ingilis dili müəlliməsiyəm. Deməli, bugün sizlərlə nə edəcəyik? Readinglər haqqında məlumatlar verəcəm. Readinglər necə işlənilməlidir? Hansı metodlardan, hansı texnologiyalardan, taktikalardan istifadə edilməlidir və daha uğurlu olmaq üçün nə etmək lazımdır? Bu haqqda ətraflı danışacağıq. İlk öncə qeyd etmək istəyirəm ki, izahlarında izah edəcəyim reading mətni Dimin öz kitabındandır və saytindəndir və həmçinin də qəbula düşmüş bir mətindir. Və bundan əlavə olaraq sizə qısa bir məlumat vermək istəyirəm. Ümumilikdə sual strukturu və readinglər necə salınır bu haqqda. 100 baldan ibarət olan bir sistem bizi gözləyir və bu 100 ballıq sistem sadəcə 95 ədədi. Sadəcə deməyək, 95 suallardan ibarətdir. 5 bal isə essedən gəlir. Ümumilikdə 3 saat vaxt ayrılır bu 95 sual üçün. 5 suallıq, 5 ballıq esse üçün isə əlavə yarım saat vaxt ayrılır. 95 sualdan 20 sual isə ingilis dilinin payına düşür. İlk 10 dəqiqə, 7 dəqiqə təqribən 5 sualdan ibarət olan listeningə ayrılır. Bütün hər kəs birinci listening ilə başlayır, yəni dinləmə mətni ilə başlayır və buna təqribən 7-10 dəqiqə vaxt ayrılır. Niyə? Çünki 2 dəqiqə suallar nəzərdən keçirilir, 1-2 dəqiqə, 3 dəqiqə arası listening mətni dinlənilir, sonra yenə suallar nəzərdən keçirilir, sonra yenidən mətin dinlənilir. Bundan sonra isə suallar cavablandırılır və buna təqribən qeyd etdiyim kimi 7-10 dəqiqə vaxt ayrılır. Ən yaxşı tələbələrin, daha doğrusu uğurlu tələbələrin etdiyi ən yaxşı metodlardan biri düzgün vaxt bölgüsünə riayət etməkdir. Yəni siz sualları elə bölgü şəklində yazmalısınız, işləməlisiniz ki, həm kodlaşdırmanıza vaxt ayırasınız, həm readinglərin işlənilməsinə, həm bütün fənlərə düzgün vaxt ayırasınız. Bunun üçün əvvəlcədən evdə çoxlu praktikalar edilməsini, sınaqlarda işləyərkən vaxt bölgüsündən istifadə etməyi, hətta ev tapşırıqlarını işləyərkən vaxt bölgüsünə nəzarət etməyi unutmayın. Bunu highly recommend edirik, yüksək şəkildə məsləhət görürük. Başlayaq artıq readingimizə. Qeyd etdiyim kimi 5 sual listeningdən, 10 sual isə 10 bal isə readingdən gəlir. Necə olur 10 sual? 2 reading teksti salınır. Hal-hazırki sistemdə vəziyyət budur. Speaking salınar, salınmaz, salınsa sistem necə dəyişər? Bu haqda tam rəsmi məlumat hal-hazırda verə bilmirik təəssüf ki. Amma cari planlama bölgü necədir? 5 sual listening, 10 sual reading. 2 dənə tekst olur. Hər tekstin 5 sualı olur. Tekstlərdəki sual bölgüsü bu şəkildə olacaq. Baxın, ekranda readingin üzərində var. Reading sualları tiplərinə baxaq, əslində nəzər salaq. Burada gördüyümüz kimi ilk sualımız true və false suallardan düşür. Bir sualın içərisində 4 sual gördüyünüz kimi var. Bu 4 sualın 4-ünə də düzgün cavab versəniz, sizin 1 balınız olmuş olur. Əgər bir dəfə səhv eləsəniz, məsəl üçün 3-cü suala səhv cavab vermiş olsanız, bu zaman 0,5 bal, yəni yarım bal hesablanır. Lakin 2 düzünüz, 2 səhviniz çıxarsa, bu zaman təəssüf ki, 0 bal ilə nəticələnir, yəni bal düşmür. Səhv sual kimi qeyd edilir birinci sual. Yalnız bir dəfə səhv etmə şansınız var. Bu da sizin 0,5 bal ilə nəticənizi artıra bilər. Hamısını gərək cavablandıraq ki, bir tam düzgün bal gəlsin. İkinci sualımız, üçüncü sualımız və dördüncü sualımız isə normal bildiyimiz qapalı suallardır. Digər testlərdə olduğu kimi. 5-ci sualımız isə açıq suallardan ibarətdir. Hər iki mətndə 5-ci sual açıq sualdır. Yəni 2 və yaxud da 3 düzgün cavabı olacaq. Bunun üçün də mətni diqqətlə oxumaq və suallardakı keywordslərə diqqətli şəkildə nəzər salmaq lazımdır. İndi isə gəlin mətni necə işləyək ki, bizim düzlərimiz çox olsun, səhvlərimiz minimal və yaxud da ümumiyyətlə olmasın. Bu haqda danışaq. Ən çox istifadə edilən, daha doğrusu ən yaxşı metodlardan biri skimming and scanning metodudur. Skimming və scanningdə nə edirik? Birinci, 30-60 saniyə ərzində, yəni təqribən 1 dəqiqə ərzində suallar, mətni ümumilikdə gözdən keçiririk. Sadəcə nəzərdən keçiririk. Deməli belə əziz tələbələr, tələbələrin ən çox elədiyi səhvlərdən biri nədir? Ən çox edilən səhvlərdən biri odur ki, tələbələr mətni bütövlükdə oxumağa çalışırlar.
tərcümə eləməyə, tamamilə başa düşməyə çalışırlar və bu da bizim çox miqdarda vaxtımızı aparır. Məsəl üçün 20 dəqiqə, 15 dəqiqə, ən az bir 10 dəqiqə vaxtınızı aparır. Ona görə də biz çalışmalıyıq ki, bir mətnə təqribən 8-9 dəqiqə vaxt ayıraq maksimum. 8-9 dəqiqə vaxt ayırmalıyıq. Hər iki mətnə isə ümumilikdə 15 dəqiqə vaxt ayırsanız çox yaxşı olar. Vaxt bölgüsünə əsasən normal olar. Ona görə də çalışaq ki, bir mətnə 7, 8, maksimum 9 dəqiqə vaxt ayıraq. Bir dəqiqəsiz sadəcə nəzərdən keçirməyə getsin. Nəzərdən keçirdəndə nəyə baxmalıyıq, nəyə axtarmalıyıq? Söhbətin nədən getdiyini, mətin nədən ibarət, yəni kimdən söhbət gedir, nədən söhbət gedir? Burada neçə paraqrafımız var? Paraqraf sayı nə üçün önəmlidir? Paraqraf sayı həmin paraqraflarda söhbətin nədən getdiyini bilməyimiz üçün önəmlidir. Məsəl üçün, mətni nəzərdən keçirəndə görürəm ki, 4-cü paraqrafın qarşısında 3 nöqtə var. Deməli, bununla bağlı bir sual düşəcək mənə. Görürəm, məsəl üçün ki, birinci abzasda attraction qara hərflə işarə edilib. Deməli, bununla bağlı bir sual düşəcək mənə. Bu hissəni oxuyanda attraction'ın mənasına fikir verməliyəm deməkdir ki. Sonra söhbətin görürəm ki, böyük bir qismi, baxın burada gördüyümüz kimi Madam Tussauds haqqındadır. Madam Tussauds haqqındadır. Burada da görürəm. Və birinci abzasda çox vaxt bizə söhbətin nədən getdiyi haqqında məlumat verilir. Çünki birinci abzasımız bizim topic sentence'imizdir. Söhbət nədən gedir, kimdən gedir, nə gözləyir bizi bu mətndə, bunu birinci abzasdan öyrənirik. İlk 2 cümlədən öyrənirik. Nəzərdən keçirdik. Paraqraf sayını gördük. İndi keçirik suallarımıza. Gördüyünüz kimi heç bir şeyi tərcümə eləmədim, oxumadım. Sadəcə olaraq biraz məlumatlandım və keçirəm suallarıma. Artıq scanning bölməsi gedir. Scanning bölməsində biz nə axtarırıq? Hansı metoddan istifadə edirik? Q, K, L və E metodundan istifadə edirik. Q, question, yəni sualı oxuyursunuz. Sualı anlamağa çalışırsınız. K, keyword, yəni ipucunu axtarırıq ki, hansı sözü görsək mətndə bu sözü rahatlıqla tapa bilərik və yaxud da mənim açar sözüm, yəni hansıdır, keywordum hansıdır. L, location in the text mənasını bildirir. Yəni ki, həmin bu cümləmizin mətndəki yeri hardadır? Yəni mətndən bu hissəni axtarırıq. E isə evidence, yəni düzgün cavabdır yoxsa yox, bunun sübutunu tapırıq artıq. Məsəl üçün elə bir söz verilə bilər ki, həmin cümlənin tamamilə əks mənaya çevrilə bilər. Məsəl üçün inkarlıq verə bilər. Məsəl üçün unlike ola bilər, unless ola bilər. İnkar bildirən hər hansısa bir söz ola bilər. Yəni no notdan fərqli bir söz ola bilər. No sooner, never, scarcely, hardly. Bu tipli sözlər inkarlıq yaradır və cümlənin tamamilə fərqli mənasını dəyişdirir. Gəlin indi birinci question'a baxaq, yəni sualımıza nəzər salaq. Sualımız nədir? By traveling all around England, Mary displayed the figures made from wax. Wax bal mumu deməkdir, yəni şam materialı kimi bir bal mumu kimi yumuşaq bir materialdır. Bu bal mumundan figurlar hazırlayır Mary. Yəni deyir ki, bütün İngiltərəni traveling etməklə, səyahət etməklə Mary öz vaxtdan hazırlamış figurlarını display edilir, nümayiş etdirir. Mənim açar sözlərim nə olacaq? Deməli, travel sözü bu mətnə əsasən mətnimiz travelinglə bağlı deyil. Ona görə travel sözü mənim ipucum ola bilər. Niyə görə travelinglə bağlı deyil dedim? Çünki travelinglə bağlı olan, səyahətlə bağlı olan mətnlərdə travel sözü çox istifadə olunur. Amma mətnimiz əgər figurlardan, Mary'dən, Madam Tussauds'dan falan danışılırsa, travel sözü çox istifadə edilən bir söz deyil. Deməli, bu söz az yerlərdə istifadə ediləcək və həmin hissəni tapmalıyam mən. Həmin söz başqa sözlə də əvəz edilə bilər. Travel sözü paraphrase də edilə bilər. Məsəl üçün, touring sözündən əvəz edilə bilər. Visiting sözündən əvəz edilə bilər. By going somewhere falan. Yəni ki, sinonimlərini beyninizdə fikirləşməyə çalışın. By traveling all around England, Mary displayed figures made from wax. Displayed. Göstərir, nümayiş etdirir. Showed. Sonra
exhibit sözünü verə bilərik. Nümayiş etdirir, sərgilir mənasında. Gəlin baxaq görək. Bu questionımızın keywordslərində gördüyünüz kimi işarələdik. İndi location axtarırıq. Mətndəki yerini baxırıq, görək harada verilib. Bu isə biraz çəkək. Aha, baxın bu hissədə qeyd edilib. Həmçinin England sözü də, baxın burada. Mary moved to England. England xüsusi yerlər, xüsusi adlar həmişə bizim keywordsümüz ola bilər. İngiltərə sözünü gördüksə, England sözünü gördüksə, elə əsas birinci onu axtaracağıq. Baxın, touring around the country. Bütün ölkəni, yəni İngiltərəni touring etməklə, travel etməklə with her exhibition of wax figures. Neynədi? 1802-ci ildə Mary İngiltərəyə köçdü və bütün ölkəni öz vaxtdan hazırlamış figur exhibitionu ilə turladı. Exhibition nədir? Yəni artıq sərgisi ilə sərgilədi. Deməli, bu cavabımız düzgün cavabdır. Display sözü exhibition sözü ilə əvəz edilib, travel sözü isə touring sözü ilə əvəz edilib. Ona görə 1.1 1.1 is true. Sonra next ikinci sualımıza keçirik. Princess Diana's model is one of the examples of royalty shown in the exhibition. Nə deyir? Deyir ki, yenə keywordsun nədir? Princess Diana. Xüsusi isimlər. Xüsusi isimlər hər yerdə yazılmır. Məsəl üçün Mary verilsəydi, burada Mary xüsusi isimdir, düzdür? Amma mətnimiz onsuz da Mary'dən gedir. Ona görə onun adını axtarmağa ehtiyac yoxdur. Mary she ilə asanlıqla əvəz edilə bilər. Lakin Princess Diana bu mətndə fərqli bir obrazdır, fərqli bir addır. Ona görə onu asanlıqla tapa bilərik. Princess Diana's model is one of the examples of royalty. Royalty nə deməkdir? Kraliyyət. Kral ailəsi nəzərdə tutulur. Deməli, kral ailəsi nümunələrindən biridir Princess Diana idi, hansı ki sərgidə shown göstərilirdi deyir. Ən yaxşı nümunələrindən biri. Deməli, axtaraq görək Princess Diana'nın adı harda verilib? Gördüyümüz kimi burada verilib. The most popular figures in the exhibition are royalty and stars. Kraliyyət ailələri və ulduzlar idi ən məşhur figurlar. Sərgidəki ən məşhur figurlar kraliyyət ailələri və ulduzlar idi. Və Princess Diana has been overall favorite for several years. Yəni illərdir ki, favoritelərdən birinə çevrilmişdi. Sevimlilərdən birinə çevrilmişdi. Deməli, burada düzgün cavabımız olacaq true. Çünki qeyd edildi ki, royalty ailəsindəndir, kraliyyət ailəsindəndir və həmin nümunələrdən biri idi. Sevilən nümunələrdən biridir. Üçüncüdə isə baxırıq. It took less than 14 days to create male G curly hair. Deməli, 14 days 14 gün. Qeyd etmək istəyir ki, male G-nin, baxın bu da bizim xüsusi isimimiz olduğuna görə çox asanlıqla keywordsümüz ola bilər. Male G-nin qıvırcıq saçlarını hazırlamaq, deməli 14 gündən less. Diqqətli oluruq, less, daha az vaxt aparıb deyir. Gəlin baxaq Male G harda yazılıb. Male G, where are you? Burada. Spice Girl'dan Male G'nin məşhur saçlarını hazırlamaq. Deməli, it took 450 hours. 450 saat. Burada bir hesablama əməli edirik. Kiçik bir hesablama əməli ilə mənə elə gəlir ki, səhv etmirəmsə 18 gündən daha artıq eləyirdi. 18 gündən daha artıqdırsa, burada isə bizə qeyd eləyir 14 gündən daha az, hətta daha aşağısı nəzərdə tutdu. Ona görə burada təbii ki, düzgün cavabımız false olacaq. Dördüncü sualda. In the mid-30s of the 19th century, Mary began to live in London. Deməli, tələbələr elə bilir ki, əsrlər həmişə olduğu kimi göstərilməlidir. Lakin əsrlər illərlə əvəz edilə bilər. 19-cu əsr hansı ilə təsadüf eləyir? 1800-cü illərə, düzdürmü? 1800-cü illərin, baxın, 30s, 30'ları və 30'ların ortası deyir, mid-30s. Deməli, 1834, 5, 6 bu ərəfələr axtarılacaq. 1830'lara baxacaq ümumiyyətlə və London sözünü axtarırıq. Mary began to live in London. Baxaq. 1830'lar harda yazılıb? Baxın, burada yazılıb. In 1835, at the age of 70, she finally settled in London.
Deməli, 1835-ci ildə o nəhayət ki Londonda settled, məskunlaşdı, yəni yaşadı. 70 yaşında 1835-ci ildə Londonda yaşadı. Deməli, bəli, mid-30'də o yaşamağa başladı. True. Gördüyümüz kimi birinci sualımızın cevabı olacaq true. 2'də də true, 3'də false, 4'də isə true. Deməli, tələbələr true false suallarını işləyərkən əsasən nə etməyə çalışırlar? Çalışırlar ki, 2 false, 2 true olsun. Düzgün deyil. Bilmərik, orada bilmərik ki, biz 3 düzgün 1 səhv və yaxud da 3 səhv 1 düzgün cavab ola bilər. Mütləq şəkildə deyil ki, 2 düz 2 səhv olsun. Və bəzən hətta tələbələr baxırlar ki, cavabları hamısı true'dur və yaxud da hamısı false'dur. Bu zamanda şübhələnirlər ki, yəqin ki, mən nəsə səhv eləmişəm. 70% hallarda, bəli, cavablardan çox hallarda biri ən azından true və yaxud da false olur. Amma bəzən hamısı true, hamısı false da ola bilər. Yəni bu hallarda diqqətli olmaq lazımdır. Belə hallarda şübhələnirsinizsə, bir daha sualları axtarıb düzgün şəkildə analiz etməyə çalışmalısınız. Yəni mütləq deyil ki, hamısı düz, hamısı səhv olmaz və yaxud da 2 düz 2 səhv qətiyyən həmişə düzgün olmalıdır falan. Bunlar mütləq deyil. Ümumiyyətlə burada mütləq deyə bir şey yoxdur. İkinci sualımıza keçirik. İkinci sualda baxın nə istəyir bizdən? Şərtlərə diqqətli nəzər yetiririk. Which of the given statements can start the fourth paragraph? 4-cü paragraf hansı cümlə ilə başlamalıdır deyə soruşur bizdən. Bayaq da biz skimming edərkən baxdıq ki, 4-cü paragrafın əvvəlində 3 nöqtə var. Və mən baxıram ki, artıq 4-cü paragrafda bəzi qeydlər aparmışam. Deməli, 4-cü paragrafda söhbətin nədən getdiyi haqqında biraz məlumatım var. Bu mənə nəyə kömək eləyəcək? Həmin paragrafı təzədən oxumamağa çalışacağam artıq. Bütün paragrafı tərcümə etməməyə çalışacağam. Çünki artıq işarələmişəm və mən bilirəm ki, burada o Londonda yaşayır, İngiltərəni səyahət eləyir kimi bir faktlar verildi. Yəni onun karyerasından yox, artıq yaşam tərzindən mənə məlumat verdi. Deməli, mənə bu tipli suallarda açar söz nə olacaq? Birincisi, həmin paragrafda söhbət nədən gedir? Çünki mən topic sentence axtarıram həmin paragraf üçün. Həmin paragrafda söhbət nədən gedir? Və ikinci əsas ipucu mənim pronounum olacaq. Davam edirik. Qeydlədiyim kimi əsas ipuculardan biri isə pronoun olur. Pronoun dedikdə nəyi nəzərdə tuturam? Baxırıq 4-cü abzasa. As a child, she learned how to make wax models of people and later went to Paris. Deməli, she learned. She. O öyrəndi. Uşaq olarkən o öyrəndi necə hazırlamaq lazımdır deməli wax modelləri. Kim öyrəndi? Söhbət kimdən gedir? Baxın, abzasdır. Abzasısa, mənə abzasın əvvəlində söhbətin kimdən getdiyi, nədən getdiyi məlum olmalıdır. Mənim abzasım əgər, yəni ikinci cümləm she ilə başlayırsa, deməli birinci cümlədə qadın cinsi axtaracam. He ilə başlayırsa kişi cinsi axtaracam. It deyirsə cansız bir təkdə olan varlıq, they deyirsə cəmdə olan bir isim axtaracam. Yəni ən əsas ipucularımdan biri bu əvəzliyi tapmaqdır. Bu əvəzliyin sayəsində mən biləcəm ki, she dedikdə söhbət kimdən gedirdi? Mary'dən gedirdi, düzdür? Mary'nin adı məsəl üçün verilə bilər və yaxud da başqa bir qadın cinsi verilə bilər. Gəlin baxaq görək hansı cümləmizdə qadın cinsindən söhbət gedir. Məsəl üçün, it was difficult to persuade male G to pose for making wax figures. Male G, bəli, qadındır, ola bilər. Bunu saxlayırıq. Celebrities, cəmdədir, they olmalıdır deməli ikinci cümlə. Mary sewed, qadındır. She ilə əvəz edilə bilər, bu qalsın. Bu cümləmizdə D variantında qadın cinsi yoxdur. Y variantında da həmçinin qadın cinsi yoxdur. Bizim sadəcə A variantı və C variantına baxmamız lazımdır. Çox asanlıqla əslində tapıla bilər bu isə. Çünki male G-ni deyir inandırmaq çətin oldu. Yəni poza verilməsi üçün inandırmaq çətin oldu. Male G haqqında artıq ondan əvvəlki abzasda danışdı. Sadəcə saçının düzəldilməsi 450 saat vaxt aparıb deyir. Yəni bu haqda artıq əlavə bir məlumata ehtiyac yoxdur. Amma 4-cü abzasda bayaq nə dedim? İlk cümləmiz topic sentence-dir. Yəni həmin abzas nədən
gedəcək, həmin abzasda söhbət nədən gedəcək? Birinci cümlədən mənə artıq məlum olmalıdır. Mən 4-cü abzasda gördüm ki, Mary'dən danışdı ki, Mary Londona getdi. Sonra nə bilim 35-ci ildə 70 yaşında İngiltərədə yaşamağa başladı. Deməli söhbət elə Mary'nin özündən gedəcək. Buna görə də mən bilirəm ki, artıq cavabım 100% C variantı oldu. Çünki onun həyat fəaliyyətindən söhbət getdi. 1765-də Strasburgda anadan oldu. Sonra nə bilim Parisə getdi. Uşaq olarkən öyrəndi vaks figurlarının necə yaranmasını. Sonra nə bilim İngiltərəyə getdi, turladı exhibition ilə. Sonra Londonda yaşamağa başladı. Gördüyünüz kimi onun nə etdiyi, həyatda nə etdiyi barədə məlumat verən bir abzas oldu. 4-cü abzasımız. Bu şəkildə asanlıqla həmin abzasda söhbət nədən gedir tapa bilirik. Deməli, nə etdik? 2 dənə metodumuz. Birincisi mətndə söhbət nədən gedir, ikincisi isə ən əsası pronounu tapmaq ilə oldu. Üçüncüsü, lots of photos and measurements are taken by sculptors in order to. Sculptures mətn işləyərkən tələbələrdə ən çox problem yaradan biri, hətta ən çox problem yaradan hissə söz bazalarının az olmasıdır. Məsəl üçün, sculpture sözünü bilmirlər nə demək olduğunu, düzdür? Şəkillər, measurements, ölçülər çəkməklə, götürməklə sculptureslar tərəfindən nələr baş verir, nələr edilir. Deməli, mənim ipucu sözüm photos, measurements and sculptures olacaq. Görüm, sculpture sözü mətndə varmı? Ümumiyyətlə. Bəli, burada var. The sculptures mənasını deyim, heykəltaraşlar deməkdir. Heykəltaraşlar çoxlu fotolardan və measurementlərdən istifadə eləyirlər. In order to, sualımızda da var idi, questionımızda. In order to obtain a perfect what? A perfect likeness. Like, xoşlamaq mənasında var, bəli, amma nes isim yaradan bir şəkilçidir. Likeness xoşlama mənasını bildirməyəcək. Like'ın bir mənası da var, oxşamaq mənasını bildirəcək. Oxşar, eyni. Likeness isə oxşama, bənzərlik mənasını bildirir burada. Çünki burada şəkillər və ölçülər bəyənmək üçün götürülür. Gördüyünüz kimi mənasızdır. Nə üçün heykəltaraşlar ölçü götürər, şəkil götürürlər? Onu oxşatmaq üçün, bənzətmək üçün, düzdürmü? Burada məntiqən tapa bilərsiniz ki, likeness bənzətmə mənasındadır və bu cavabımız nə ola bilər? In order to, deməli, get a perfect, ideal'ın əvəz edildi, ideal, similarity, bənzərlik, ideal, mükəmməl bənzərliyi əldə edə bilmək üçün, a perfect likeness'i əldə edə bilmək üçün. Perfect nədir? Mükəmməl. Likeness, bənzərlik. Similarity, bənzərlik. Make a remarkable diversity, düzgün olmayacaq, diversity bölgü, çeşitlilik mənasını bildirir. Approximate size, qismən, yəni təqribi ölçü mənasını bildirir. Make some amusing models, bu da düzgün gəlməyəcək. Spoil the wax models, təbii ki, düzgün gəlməyəcək. Spoil, körləmək deməkdir. Keçirik 4-cü abzasımıza, 4-cü sualımıza. 4-cü sualımızda gördüyümüz kimi bizdən definition soruşulur. Deməli, belə. 2 mətn var və mətnlərdən birində, bəli, definition sualları salınır. Definition nədir? Sualı, sözü verir, səndən açıqlamasını istəyir ki, bu sözün düzgün açıqlaması, açılışı hansıdır? Və həmin söz mətndə olur. Ola bilər ki, bilirsiniz, ingilis dilində bir sözün 5, 6, 10, 15 mənası ola bilər. Amma bizə nə deyir? In the passage. Mətndəki mənasını istəyir. Yəni, tutaq ki, attraction deyəndə söhbət karuseldən getməyəcək. Mətndə karuseldən söhbət getmir. Və yaxud da attract, cəlb etmək deyə mənasından şeyləmirik. Yəni ki, uyğunlaşdırmırıq. Cəlb etmə mənasından uyğunlaşdırmırıq. Mətndəki mənasına baxırıq. Attraction nə deməkdir? Attraction hardadır? Buradadır. Deyir ki, this is the Museum of Madame Tussauds, the most popular tourist attraction in London. Londondakı ən məşhur turist attraksiyonudur. Attraksiyon yəni ki, burada görülməli yer mənasını biləcək. Maraqlı, əyləncəli, görülməli yer mənasındadır. Gəzməli yer mənasındadır. Və biz buradan baxırıq ki, hansı uyğun gələcək? Attraction isimdir. The act, ikinci ipucumuz. Sözlərin əvvəlinə baxın. Sözlərin əvvəlində
deməli, hansı nitq hissəsi gəldiyinə fikir verin cümlələrin əvvəlində. Burada the act-dən söhbət gedir. The act of showing a skills. Yəni ki, bir şeyi göstərmək hərəkəti, bacarıq. Yəni ki, göstərməkdən söhbət gedir. Bir feildir sanki burada. Attraction isə feillə bağlı bir hərəkət deyil. Yəni hərəkətlə bağlı bir söz deyil. The fact of being similar, oxşar olma hadisəsi. Bu da düzgün gəlmir. Məsəl üçün, ing ilə başlayanda sifət axtarırsınız. Being ilə başlayanda bəzən sifət axtara bilərsiniz. An article ilə başlayanda isim axtarırsınız. Yəni, bu sözün hansı nitq hissəsinə məxsus olması da bizim üçün böyük bir ipucu verə bilər. To ilə başlayırsa feil axtarırsınız. The act or process, yenə də baxın, hadisə, hərəkətlə bağlı bir şeydir. Ölçünü tapma prosesi, hadisəsi. Bu measure, take measure sözüdür. Ölçü götürmək sözü. An interesting or enjoyable place. Baxın, an article'lı isim. An interesting place. Maraqlı, əyləncəli bir yer və yaxud da bir şey. Gedilməli bir yer və yaxud da edilməli bir şey. Nədir bu? Atraksiyon. Gəzilməli, görülməli bir şey mənasını bildirəcək. Cavab elə Y variantı olacaq. İndi isə keçirik 5-ci suala. Bu hissədə biraz kəsilmə oldu. Çünki suallardan birində yanlışlıq var idi. Onu izah edərkən düzəldəcəm. Deməli, 5-ci sualımız hansı sualdır? Açıq sualdır. Hansı ki, tələbələrin bir çoxu burada səhv eləyir. Bilmirlər ki, 2 cavab götürsünlər, yoxsa 3 cavab götürsünlər. Təəssüf ki, bu bilinmir, amma nə etmək lazımdır? Sualları diqqətli şəkildə analiz etmək, düzgün cavaba diqqət şəkildə nəzərə salmaq lazımdır. Düzgün paraphrasinglərə fikir vermək lazımdır ki, sualın %100 cavabını tapa bilək. 5-ci sualda bizdən soruşdu ki, hansı sualın cavabı var? 1-ci sualda bizdən soruşur. How much wax is used in making a wax figure? Nə qədər vaksdan istifadə edilir, balbumdan istifadə edilir? Burada bizə miqdar lazımdır. Miqdar o deməkdir ki, çəki və yaxud da say olmalıdır. Lakin mətnimizdə nə çəki, nə də say görmürük. Sadəcə 450 saat görürük. O da miqdarla bağlı deyil təbii ki. Ona görə birinci sualımız nədir? Birinci sualımız yanlışdır. Qabağına false işarəsi qoyuruq. İkinci sualda, what are the most famous models displayed in the exhibition? Ən məşhur modellər hansılar idi? Bu haqda artıq məlumatımız oldu. Princess Diana olan hissədə gördük ki, burada qeyd edildi. The most popular figures in the exhibition are royalty and stars. Kraliyyət ailə üzvləri və həmçinin ulduzları idi. Ona görə bu sualın cavabı var. 2-yə qoyuruq. True. Üçüncü sualımız səhv idi. Ona görə mən bu hissəni yenidən çəkdim. Burada where yox, why olmalı. Çünki where olanda cavab düzgün çıxır. Why yazaq. Niyəsini soruşur. Sualın orijinalında why yazılıb. Sadəcə ola bilər ki, word-ə keçirdəndə nəsə sözlər dəyişdirildi. Burada səhvlik yaranıb. Why are the figures shown in the exhibition made from wax? Waxdan hazırlanan bu sərgi niyə görə göstərilir, nümayiş etdirilir deyir. Burada yazılıb harada? Harada yazılanda cavab var. İngiltərədə yazılıb burada elə ilk abzasda. England yazılmışdı, baxın. One place in England where you can look at celebrities. Where'ın cavabı var. Ona görə baxdım ki, nəsə uyğunluqsuzluq var. Getdim baxdım ki, orijinal hissədə, orijinal cavab kartında where yox, why yazılıbmış. Why olanda isə cavab yoxdur. Niyəsi çünki yoxdur. Xoşuna gəlir, bunu bacarır, sevir. Ona görə də bütün dünyada nümayiş etdirir. Ops. Ona görə də düzgün cavab false-dur. Why-ın cavabı açıqlaması yoxdur orada. Dördüncüdə. How often are visitors allowed to visit the museum? Bu da biraz qərəzli sualdır. Bəzən tələbələr bununla razılaşmır. Amma 70% düzgün cavabdır. Çünki soruşur ki, neçə dəfə, yəni nə qədər müddət ərzində visitorslara, ziyarətçilərə bura gəlməyə, ziyarət eləməyə icazə verilir. İlin bir çox qismində və hər gün. Baxın, burada qeyd edilib. Burada on most days of years, queues of visitors can be outside Madame Tussauds, all wanting to get it and see these people. Yəni ki, ilin bir çox zamanlarında, günlərində burada insan növbəsi görə bilərsiniz. Çünki onlar hamısı içəri girib görmək istəyir. Və burada həmçinin yazılıb ki, İngiltərədə elə bir yer var ki, sən burada celebrityləri görə bilərsən, bir çoxunu. Every day, hər gün.
Yəni hər gün görə bilərsən. Əslində mənim açar sözüm, əsas açar sözüm budur. Every day, how often sözünün cavabı ola bilir. Ona görə də 4-cü suala da biz true qoyuruq. Və 5-ci sualda isə niyə bir çox turistlər burada sıralarda, line'larda, cərgələrdə qalmağa, gözləməyə razılaşırlar? Çünki all wanting to get in and see some of these famous people. All wanting to get in and see some of the most famous people in the world. Hamısı içəri daxil olub bu məşhur insanları görmək istəyirlər. Buna görə də queue'larda, yəni ki, növbələrdə, line'larda, cərgələrdə gözləyə bilirlər. Bu insan cərgəsini görə bilərsən deyir. Bu qədər readingimizlə bağlı ətraflı məlumatları paylaşdım sizinlə. Ümid edirəm ki, sizin üçün faydalı bir video olmuşdur. Readingin necə işlədiyini başa düşmüş olarsınız artıq. Burada gördüyünüz kimi işarələdiyim hissədən baxın. Məsəl üçün 3-cü abzasın əvvəli heç mənə lazım olmadı. 4-cü abzasın sonunda heç oxumadım bu hissələri. Yəni nə edirik? Bütün mətni oxumuruq. Çünki bizə lazım olmayan bir çox məlumat var həmin mətnlərdə. Bizə sadəcə sualı oxumaq, mətndə həmin hissənin location'ını tapmaq, açar sözü tapdıqdan sonra location'ını tapmaq və sübut eləmək ki, hər iki cavab bir-birinə uyğun gəlirmi və yaxud da yox. Burada paraphrasinglərə xüsusi diqqət etirdik. Yəni sözlər sinonimlərlə əvəz edilə bilər, cümlənin strukturu dəyişə bilər, amma mənası qala bilər. Bunlara xüsusi diqqət yetirirsiniz. Söz bazanızı artırmağa çalışırsınız. Çünki artıq ingilis dili imtahanında belə deyim də gördüyünü yazmaq kimi bir şey yoxdur. Həm listeningdə, həm də readingdə paraphrasinglərdən istifadə edilir, dəyişdirilir, amma məna eyni qalır. Ona görə söz bazamızı artırırıq, sinonim, antonim bazamızı artırırıq və bu şəkildə artıq maksimum doğru, düzgün yazmağa çalışırıq. Bu qədər. Hər birinizə xoş istirahətlər, tətillər, son günlərinizi yaxşı dəyərləndirin. İngilis dilindən və digər fənlərdən harda zəifliyiniz varsa üzərində işləməyə çalışın ki, artıq kursa başlayanda və yaxud da imtahana hazırlaşanda sizin üçün çətinlik minimal səviyyədə olsun. İzlədiyiniz üçün təşəkkürlər, sağ olun, növbəti dəfə görüşərik.